Herkese salamlar dostlar. Necəsiniz? YouTube kanalıma xoş gəlmisiniz. Bu günlərim World Soccer Champs-də, yəni Soccer Champs-də qısaca videolar çəkməyə başlayacağıq artıq bu gündən etibarən. Minecraft serimizə də davam edəcəyik. Məsəl üçün beləncə olacaq bir video, məsəl üçün Soccer Champs olacaq, digər video Minecraft serimizin davamı olacaq. Bu şəkildə gedəcəyik və bu cərgəyə başqa oyunlar da əlavə edilə bilər. Çünki sadəcə Minecraft videosu atsaq, mənə çox mənasız olar dostlar. Bu günlərim gördüyünüz kimi yeni karyer açacağıq. Pro Data Back seçdik. Klub olaraq seçmək istəyirəm. Əslində ölkə olaraq seçə bilərik. İngiltərə məsəl üçün liqindən Bedford ola bilər. Nertier 6-cı kümədədirlər bunlar. Yox, bunlar çox aşağıda. İspaniya ola bilər. Məsəl üçün Besasin 4-cü kümədədir. Məsəl üçün Quintana del Rey. Bu quşlarla baxaq görək hansı komandanı ala bilirik. Heç birini. Klub oluştura da basmaq istəmirəm. Azərbaycana gələk ya da Türkiyəyə gələk. Türkiyədə baxaq görək nələr var. Aha, Mardin Fosfat 3-cü kümədədir. Ali Ağa FK də 3-cü kümədədir. Klub oluştura yox. Bukslu olan komandalara baxmaq istəyirəm. Ən aşağısı 67 buksdur. Böyük ehtimal Azərbaycandan hər hansısa bir komanda seçəcəyik. Çünki bildiyimiz komandalardan biri olsun istəyirəm. Kəpəz var, Qəbələ var. 66, 59, 63 birindədir. 62, 62, 60 da birindədir. İndi buksla olan komandalarda baxaq. 15 buksa ya imişli ala bilərik, ya Kərvan ala bilərik. Bunlardan hər hansısa birini də ala bilərik əslində. Hansını alaq görən? Aqa be 100 buksum var idi. Getdim Trabzonsporu aldım. Yəni ona görə biraz pis oldu. Dostlar, mən nəyi seçim görən? Kəpəzi seçək də, Kəpəzdən başlayaq. Yönetmə geç deyirik və yeni bir yolculuq başlıyor deyir. İnşallah yaxşı keçəcək. Xoş gəlmişsiniz deyir. Sən də çox sağ ol bizə bu iltifatda bu iltifatla buyurduğuna görə. Baxaq, ilk olaraq stoperimizə Raul Məmmədova təklif gəlir. Raul Məmmədov stoper. Zaten oynatmamışıq biz bu oyuncunu. Ona görə sataq geçsin. 124K. Çox yaxşı təklif gəlib. 124K yerində bir təklif oldu. Ən yüksək oyuncumuza baxacağım. 900K. Hələ ki 900K-dır. Ən yüksək oyuncumuz 900K-dır. İndi baxacağıq yaşlara. Ən yaşlı oyuncuları seçəcəyik. İlk öncə takımımızın dəyərinə baxmaq istəyirəm. 6.9 milyon piyasa dəyərimiz var. Transfer bütçəsi isə 254K-dır. Toplam kupası isə, klub kupası isə 7 dənədir. İndi yaş ortalaması da 25-dir. Mən bunu 22-yə falan düşürtmək istəyirəm. 30 yaş 180K sat geçsin. Kaleci 60'lıq. Nə olsun? Yaşı çoxdur. 31 yaşı çoxdur. Sat geçsin. 26, 25, 28 də satıram. Daha gənc oyuncu almaq istəyirəm ki, məsələn 59'luqdur, 59'luq daha gənc bir oyuncu alıb, həmin oyuncunun gələcəyə dəyər qalxdıqda daha yaxşı nəticə əldə verə bilər. 540K, baxın 2 milyona yaxın pulumuz oldu ki, bunlarla yaxşı transferlər edə bilərik. 24, 29 yaş sat geçsin. 27'ni də satsam. 26 yaş və 26 yaşdan aşağı olacaq hamısı. 19 yaşımız da var hətta. 63, 58, 24, 26, 27 hardadır? Hə, burada. 220K'ya sattım. Bir digər 27 yaşımız da var. Onu da sataq. Aha. Burada yox oldu. Neyse bu qədər zaten göndərmə bəs eləyir. Baxaq görək haralarda boşluqlar var. Sağ bekimiz, stoperimiz və sol bekimiz. Çox oyuncuda boşluq var imiş. İlk öncə sağ bek almaq istəyirəm. Sağ beklərə baxaq. 60-65'e baxaq ilk öncə. Baxın 2-20 bir dəqiqə. Faiq Hacıyev ala bilərik əslində. Faiq Hacıyev 490K 26 yaşı var. Məncə bu gedər. Əl Hilaldan Həmməd Əl-Yamin də ala bilərik.
390K'ya 64 26 yaşlarında ala bilərik. Toronto Sabah FK'dan. Bütçə dəyərinə görə Sabah FK'dakını almaq istəyirəm. Sabah FK'dan Amin Seydiyev. Bu zaten tanış oyuncudur. Amin Seydiyev'i sabek olarak aldık. Gəldik sonra sol bek qalsın. Orta ofansif saha almaq istəyirəm. 60-65. Baxaq görək. Leonard Karl 1.2 milyon 17 yaşı var və 64 dərəcəsi var. Çox yaxşı oyuncudur. Mən digər hesablarımda da olub. Onca direkt bunu almaq istəyirəm. 1.2 milyon. Bilirəm ki, dəyəri qalxacaq bu oyuncunun. 1.2 milyon 64'lük bir orta ofansif saha çox yaxşı oldu. Gəldik. Kalecimiz yaxşıdır. Sol kanat ala bilərik. 1 milyonumuz var. Sol kanat seçdik. 830K 21 yaş 16 yaş 490K Wisdom Mike. Bunu da alacağım. 16 yaş. Bunun dəyəri qalxacaq bildiyiniz kimi. Çünki çox cavan oyuncudur. Sol kanatda aldıq bir dənə. İndi büdcəmizə uyğun əgər sol sağ kanat ala bilərik. Sağ kanat. Yaxşı oyuncular var. 25 yaş 64 rating. En aşağı yaşlı 22 26 23 27 26 25 yaş 460K bunu alacağım. Bütçemiz qalxsa digər oyuncu transferlərimizdə edərik. Sağ kanatda aldım bir dənə. Gördüğünüz kimi bu şəkillədir kadromuz. İlk oyunumuzu Axsu City ilə hazırlıq maçı oynayacağıq. Ona görə Axsu City neçə 0 udacağıq. Bərabərə qaldıq Axsu City ilə. Bu şəkildə. Görən hansı təkliflər gələcək? Baxın, görürsünüz dostlar. Baxın, bəxt burada üzümüzə gülür. Leonard Karl 950K dəyəri var. 7 milyona yaxın təklif gəlib. Çox yaxşı elədik bu oyuncunu aldıq həqiqətən. Satıram mən bunu, bəli. 6.7 milyon. İndi Leonard Karl'a baxacağım, görüm. Leonard yazacağım. İndi onun satış dəyəri neçədir? Leonard. Devam. Leonard Karl, bəli, 5.8 milyon. Biz əslində bunu alsaq, yenə bizim yaxşı bir nəticəmiz olacaq. Çünki biz 6.7 milyona qoyduq. Bunlar 5.8 milyona satırlar. Yəni burada 1 milyon xeyir tutmuş olaraq, amma istəmirəm. Bizdə Leonard Karl orta ofansif sahaydı. Biz 60-65'de yox. Orta 65-70 arası bir orta ofansif saha alacaq. Aslan nəysə ondan da ala bilər. 19 yaş, 20 yaş, 18 yaşlı var. Fulham 69 reytingli 19 yaşlı bu oyuncunu almaq istəyirəm. Leipzig'dən yeni transferimiz. Neçə reyting? 69 reyting. Baxın, ilk yüksək nəticəmiz bu oldu. Və komandamızın dəyərinə baxsaq 7.5 milyon oldu artıq. Biz sol bek transfer edə bilərik və kaleci transfer edə bilərik. Sol bek. Sol beklərə baxaq. 19 yaşlı, 64 reytingli, 280K olmaz. Əl-Nəsirli oyuncunu da transfer edə bilərik əslində. Amma 19 yaşı daha çox təklif gələcəkini mən ümid edirəm. Hələ bir dənə də hazırlıq maçımız var. Səhv etmirəmsə 64'lük sol bek qoyuruq bura. Bu sol beki orta ofansif sahalardan biri ilə dəyişdiririk. 54'ü bundan dəyişdirsək məncə normal oldu. Qaldı bir dənə kalecimiz. Kaleci də normal bir kaleci transfer edə bilərik. Ən yaxşısı yaxşı oyuncular var. Baxın, Rennes'dən ən yaxşı Rennes'dən 71 reytingli 3.3 milyon oyuncunu alırıq. Matis Silistriye aldıq. 71 reytingi var. İlk 70 üstü oyuncumuzu da aldıq. Zaten bu 59 reyting imiş. Bunu ən aşağı orta ofansif saha ilə dəyişdirirəm və indi takımımızın dəyərinə baxaq.
11 milyon oldu qapıcıyla bir yerdə. Digər oyunumuza hazırlıq maçına keçirik. Reklam gəldi. Və dostlar, burada da maçı atladım. Oyuna deyirəm. Çünki bu komanda biraz güclü komandadır və bunu özüm oynamaq istəyirəm. Hazırlıq maçıdır zaten. Çox da önəmsəməyə ehtiyac yoxdur. Çox yaxşı transferlər etdik. Jefferson bizdəndir, bəli, stoperimiz artıq sarı kart aldı. Orta ofansif saha ilə dəyişdirə bilərəm əslində, qırmızı kart almasın deyə. Çəpəzə hücum verildi. Gol, ilk golumuzu atdıq. Çəpəz 1-0. TC0 yazılıb, amma tam adını bilmirəm bu komandanın. Çox komandanın adını bilmirəm, tam belə qısaldılmış komandaların. Amma 1-0 uduruq. Birinci maçımızı Aksu City ilə 0-0 qalmışdıq. Ayda oyuncumuz 20 nömrəli oyuncumuz zədələndi. Bunu bir oyuncu ilə dəyişdirək, heç nə olmaz. Bu oyuncu ilə dəyişdirə bilərik. Çox qəşəng bir müdafiə xətti qurduğumuzu daha doğru düşünürəm. Qat tutdu. Möhtəşəm. 1-0'luq bərabərə qalacaq bu ehtimal. Kurtarışlar etdik və 1-0 golumuzu atdıq. Avropa Süper Kupanın finalı Tottenham'dan PSG oynayıb. Görün necə 0 olub. 2-0 PSG udub. Buraları keçirəm. Və birinci cümə ilk oyunumuz Turan Tovuzla olacaq. Tovuz City Stadium, yəni deplasmanda olacaq. Birinci cümə Turan Ulusal Kupa oynayacaq. Ancaq Azərbaycan liqasındayıq. Başqa heç bir liqada yoxuq. Oynayaq da görək. 1.5 milyon transfer bütçemiz var. Biz santrafor almamışıq. Santraforumuz çox zəifdir. Santrafor almalıyıq bir dənə. Santrafor. 700k 20 yaş. İbo saniyə 65-70'lərə baxıram. 1.3 milyon. 1.1 milyon. Yəni Flamengo'dan, Levante'dən, Utrecht'dən 19 yaşlılığını ala bilərik əslində. 18 yaşına 69 reyting, 19 yaş. Çox yaxşı bir nəticədir. Ona görə bunu alıram. Həm reytingi çoxdur, həm də ki yaşı azdır. Bunun dəyəri qalacaq. Santrafor da bu oyuncu ilə dəyişdirəcəm. Takımın dəyərinə baxıram. İndən 12 milyon dəyər oldu komandanın. Hətta yedeklərimiz də var. Yəni bu da yaxşı bir nəticədir. Çəpəzə 2 saniyə. Hücum. İndi aldığımız oyuncu gol vurdu o dərəcədə. Yəni məncə yaxşı gedirik daha yaxşı gedə bilərik. Çəpəzə yeni bir hücum. Buradan belə bir orta atsaq, buradan gəlsək. Gol. Dusan Jovanovic. Oyuncumuzun adı budur. İkinci golumuzu atdıq. Yeni aldığımız oyuncu ilə. Yenə Dusan'dadır top. Dusan Heytrigedir. O dərəcədə yaxşı topçuymuş. Yaxşı ki almışıq. Dusan'a top atırıq. Dusan'ı ilin oyuncusu seçdirməliyik. 3 gol. Yaxşı nəticədir hətta. Həqiqətən çox yaxşı nəticədir. Turan'a hücum verildi. Alex Souza gol atır. Turan'a yeni bir hücum.
Aha. Hayda, kırmızı kart verildi. Devam edelim, devam edelim. Geçey qapısı. Çox qəşəng, çox qəşəng. 3-1 hələ ki qabaqdayıq. Comeback edə bilərlər. Bir oyuncumuz qırmızı alıb, yəni yoxdur. Bir dəqiqə. Bu altı oyuncumuz var. Onlarda da bir oyuncu 2 gol vurub. Bizdə bir oyuncu 3 gol vurub. Hətta 4-cü golu da vura bilərik. Atdıq. Qəşəng. Yox, vuruşu təkrarlamayacağım. Bu hilə sayılır. 3-2. 4-2 edə bilərik. Əsas oyuncu Dusan Jovanovic 4 golla seçilir. Yeni golu vura bilərik. 4-2 öndəyik. Oyunu garantiləmiş kimi bir şey sayılır bu da. Olsa yeni bir hücum. Qapısımız deməli zəif imiş. 3 gol buraxıb indidən. Qapısına 3 gol qəbul edib. Qarabağ 4-1 Neftini udur o dərəcədə. Çox pis 4-4. Mən bu oyunu qalibiyyət almaq istəyirdim. 4-4. Gol krallığına baxıram və Nəriman Axundzadəni qabaqlayıb Dusan Jovanovic, Marko Yankovic, Rahim Şadikov, Timon Putskas. Neyse. Baxırıq asistlərə. Asistlərdə də qabaqda deyilmişik. Asistlərdə yox olmuşuq. 4-cüyük liqada. Birinci küme misli Premier Ligada. Oyuncumuz qırmızı kart alıb. Onu deyir bizə Oğuzlardan birinin əvəz edək. 59 oyuncu ilə. Deməli, ligdə ikinci oyunumuz kəpəzlədi. Görək bu oyunu neynəyəcəyik. Hərəkət eləyə hücum. İnşallah bu oyunu da bilərik. İnşallah. Qəşəng direğe dəydi. Sonra da qapıcımıza qayıtdı. Qapıcımız da topu tutdu. Top kimdədir? Dusan Jovanovic ilerliyor. Dusan Jovanovic keçdi. Gol ata bilər mi? Gol ata bilmədi. Salahat Ağayev topu tutur. Birinci yarı 0-0 ilə bitir. 1-0 da olsa udmalıyıq. Dusan Jovanovic golu atır. 1-0 qabaqdayıq. Kəpəz ikinci gol axtarışındadır. İstədim o şəkildə pas atım. Rəqibin ayağına düşdü. Heç nə olmaz. İkinci golda vura bilsəydik yaxşı olardı. Oyuncumuzun xeyrinə sayılır əslində. Mamadova. Oyuncunun adı budur. Sarı kart aldı. Ligdə 3-cüyük. Qarabağ 1-ci, Zirə 2-ci, biz isə 3-cü. Hətta indi isə oyunumuz Qarabağladır. Tofiq Bəhramov stadyumunda. İndi nə edə bilərik? Biz Wisdom Mike satmamışıq. Elə Lennart Karalı satdıq. Bəli. İndi görək bu komandaya qarşı yeniyəcəyik. 3 ulduzlu bir komandadır. Bəli, bizdə isə bir yarım ulduzumuz var. Maçı atla deməyəcəm. Eyni statistiklə oynayırıq. İlk saniyə. İlk hücumu onlar başlatdı. Amma dəf etdiyi hücumu top tutduq. Bizə hücum. Yaxşı nəticədir bu. 1-0.
Bəli, qabaqdayıq. 1-0 udruq. Qarabağ 1-0. Ligdə birincidirlər hal-hazırda. Aha, çox yaxşı. Gəldik. Əla. Mateus Silva'nın topunu dəf etdik. Qurduğu hücumu dəf etdik dostlar. Hal-hazırda 1-0 öndəyik. 1-0 utsaq bizim xeyrimizədir. Ligdə birinci ola bilərik. Hal-hazırda yəni. Ya da zirə birinci ola bilər. Əgər zirə utsa. Utduq ki oyunu. Kadi sarı kart aldı. Çarvan zirə 2-0. Amma bizə hücum. Mateus Silva topu çıxartdı. Ya Mateus Silva'dı ya da ki başqa oyuncuydu nəysə. 1-0 Qarabağı utdu. Gol krallığında birinciyik. Dusan Jovanovic. Rəqibi isə David Volkovidi 4 gol vurub. O da 2 xal fərqlə onu qabaqlamışıq. Zirə də hal-hazırda Qarabağı utduğumuza görə ikinciyik dostlar. İstəyərdim bu oyunu da oynayaq. Və dostlar, bu maçda atlaya basacam, görək nəticə nə olacaq. İnşallah ki, udarıq. Dusan Jovanovic'in bir qolu, Rabe Bosafinin də bir qolu ilə qələbə qazanırıq. Görək, Zirə yenə 2-0-dur və Zirə ilə aramızda yenə 2 xal fərq var. Qarabağla isə 1 xal. Ən aşağıda isə İmişli, sonraki isə Qəbələdir. Hələ ki, çox yaxşı ilərləyirik. Dostlar, videonu burada sonlandırıram. Gələn videoda görüşmək ümidi ilə sağ olun.